Riyaziyyatı heç özümdə orta məktəbdə sevməmişəm. Gəldik bağça proqramında da yenə riyaziyyatla qarşılaşdıq. Və bilirəm ki, heç də müdavimlərimin də ürəyincə deyil bu mövzular, amma çalışıb riyaziyyatı sizlərə bugün, yəni izah etdiyim mövzunu ən sadə izahda, elmi cümlə olmadan izah eləyəcəm ki, müstəvi ilə bir yerdə fəza fiqurlarının fərqini öyrənək. Və ilk baxışda bəlkə də ola bilsin ki, bəzi müəllimlərimizə müstəvi ilə fəza fiqurlarını fərqləndirmək asan gələr. Yəni ilk baxışda deyə bilərsiniz ki, bu nədir ki, biz bunu rahatlıqla tapırıq. Amma bəzi müəllimlərimiz də elə deyil. Onlar öyrənəndə görürəm ki, çətinlik yaşayırlar, testlərdə ayırd edə bilmirlər. Və onun üçün də bugün qısa video izahda mən bunların fərqini sizə izah edəcəm. Və istəyərəm ki, yorum hissəsinə kimlər daha rahat fərqləndirə bilir və ya hansı üsullarla fərqləndirirsiniz siz. İndi mən bəzi üsulları deyəcəm, bəs siz hansı üsullarla fərqləndirirsiniz? Bunu yorum hissəsində bizlərlə paylaşın. İndi isə keçək izaha. Deməli, müəllimlər, müstəvi fiqur deyəndə nə başa düşürük? Müstəvi fiqurlar, yəni daha sadə desək, vərəq üzərində çəkilənlərdir. Yəni, kağızın üzərində biz bunları çəkə bilirik, müəyyən bir şəkillərin formalaşdırırıq. Həm də müstəvi fiqurlar yastı fiqur olurlar. Onların hündürlüyü olmur. Yəni, biz onlara 3 ölçülü deyə bilmərik. Bunlar 2 ölçülü olurlar. Və məsələn, deyir ki, kağızdan kəsilmiş bir dairə ola bilər, divardakı şəkil ola bilər. Yəni, bunların hündürlüyü yoxdur. Stolun üzərinə qoyanda o dümdüz olur. Açar sözümüz də budur ki, biz belə fiqurları əlimlə, yəni üstündən vursam örtülmüş olacaq, yastı olacaq. Məsələn, bunlardan birini kvadratı misal göstərə bilərik. Bax, bu kağızın üzərindən qaçıb gedə bilmir, ora yapışıb qalıb. Deməli, müstəvi fiqurlar yastıdır. Müstəvi fiqurlar kağız üzərində çəkilir. Müstəvi fiqurları əllə yerləşdirmək olur. Yəni, əlimiz üzərinə tutanda demək olar ki, örtülür və kağıza yapışıb qalır. Başqa heç yerə getmir. Deməli, müəllimlər, bu oldu bizim müstəvi fiqurlarla bağlı olan qeydimiz. İndi gəlin fəza fiqurlarına baxaq. Fəza fiqurları isə həcmli olur. Yəni, bunlar 3 ölçülü olurlar. Bunları deyir, əlimizlə tuta bildiyimiz, içi dolu olan əşyalardır. Onların hündürlüyü var. Eni var, stolun üzərində, yəni müəyyən bir yer tutur. Bayaqçında müstəvidə hündürlük yox idi. Məsələn, adi bir dənə kağızın üzərində dairə çəkək, bunun nə hündürlüyü olacaq? Amma deyir, fəza fiqurları müəyyən qədər həcmli olur. Açar söz, məsələn, burada qeyd eləmişik. Futbol topu, yəni kürədir. Oyuncaq kubik, limonad qab, yəni bunlar müəyyən qədər yer tuturlar stolun üzərində. Və açar sözümüz budur ki, əlimlə tuta bilirəm, hər tərəfinə baxa bilirəm. Fəza fiqurlarından, məsələn, kub. Deyir ki, bu kubik kağızın üzərindən qalxıb, onu əlimizlə hər tərəfə çevirə bilərik. Yəni, kağızda sadəcə çəkilmə forması almır da, onun müəyyən qədər stol üzərində həcm tutma yeri var. Məsələn, burada bir sual verilir bizə ki, tərbiyəçi uşağa bir alma, bir də kağızdan çəkilmiş alma verir. Və deyir, bunlardan hansı fəza fiqurudur? Biz bayaq müstəvidə nə dedik? Kağız sözü dedik. Yəni, bu hissdə kağızdan çəkilmə, bu M hərfini yazıq, bu müstəvidir. Amma bir dənə real alma veribsə və real almanı soruşur, yəni fəza fiqurunu soruşursa, bəli, biz götürəcəyik real almanı. Çünki dedik ki, fəza fiqurları, yəni mən almanı götürüb stolun üzərinə qoysam, o orada müəyyən yer tutacaq. Onun belə deyim də hər tərəfinə baxa biləcəm. Amma kağız üzərində çəkilənlərdə belə olmur. Və yadda saxlamaq üçün başqa bir qızıl qayda da qeyd etmişəm. Əgər fiqurun üzərinə su töksən və su orada qalmasa, yəni dağılarsa, bu müstəvi fiqurdur. Məsələn, necə ki, kağızın üzərinə su tökəndə o saat kağız suyu özünə hopdurmur. Eynən buradadır. Amma fəza fiquru deyir, məsələn, içinə dola bilər su, bu artıq fəza fiqurudur. Və vizual olaraq, şəkil üzrə fərqləndirmək üçün sizlərə bir də belə fəza fiquru və müstəvi fiqurları qeyd etmişik. Məsələn, dairədir, yarım dairədir, üçbucaqdır, yəni hamısı şəkil üzrə çəkilənlərdir.
Sonra kvadrat, düzbucaqlı, romb, bunlar hamısı müstəvidir müəllimlər. Yəni biz bunları kağız üzərində çəkib müəyyən qədər göstərə bilirik. Amma digərləri hündürlüyü falan olanlardır. Baxın burada necə məsələn böyük görünür. Tutaq ki, bunu əllə örtmək olmur. Müəyyən bir yerdə ərazini tutmuş olur. Bu isə aiddir nəyə? Fəza fiqurlarına. İndi isə gəlin digər hissəyə baxaq. Burada sual qeyd eləmişik. Məktəbə qədər yaşlı uşaq deyir, silindrin oturacağını kağızın üzərinə qoyur. Müəllimlər, silindr bilirik fəza fiqurudur, kağız daha müstəvi olacaq. Və qoyub kənarlarından karandaşla çəkir. Uşağın aldığı bu yeni təsvir haqqında nə söyləmək olar? Yəni daha sadə desək, silindrlə elə bil uşaq müstəvi fiquruna keçid eləmiş oldu. Deyir, karandaşla çəkilən dairə həcmli fiqur hesab olunur. Xeyr, axı onu bir dəftər üzərində çəkdi. O necə həcm ola bilər? Bu səhvdir. Sonra uşaq yeni bir fəza fiquru yaratdı. Xeyr, kağız üzərində çəkildiyini o müstəvidir, bu da səhvdir. Uşaq məkanda səmitləşmə, xeyr, burada səmitləşmədən söhbət getmir. Alınan fiqur konusdur, çünki silindrdən yaranıb, xeyr. Fəza fiqurunun bir üzü müstəvi fiqura keçdi, bəli. Elə sualın ən başda izahında da vurğuladıq ki, silindr bir fəza idi, ondan biz kağız üzərinə keçiriksə müstəviyə keçmiş oluruq. Sonra sual 2-yə baxaq. Yazdıqca mən bunları silim. Qaranlıq qalmasın sizlərə. Aha. Deyir ki, müəllim uşağa kubla kvadratı göstərərək onlar arasındakı fundamental fərqi izah etməyini istəyir. Metodik baxımdan uşağın fəza fiqurunu müstəvi fiqurundan ayıra bilməsi üçün ən düzgün arqument nə olacaq? Gəlin baxaq. Deməli, kvadratın rəngi parlaq, kubun rəngi isə daha solğundur. Biz müstəvi və fəza fiqurunu fərqləndirmək istəyiriksə, daha çox onların məkanda, yəni yer tutub yer tutmamağına baxa bilərik. Kvadrat kağız üzərində yastı şəklindədir. Aha, kub isə məkanda yer tutur. Bəli, bu ola bilər. Kvadratın dörd tərəfi kubun, bu xeyir, əllə tutmaq olur. Yəni burada qeyd olunan məlumatlar sırf bizə müstəvi ilə fəza fiqurunu ayırmaq üçün olmadığına görə elə ən doğru cavab isə olacaq. Məsələn, burada deyir ki, kvadratı əllə tutmaq olur. Axı kağız üzərindədir. Kubu isə yalnız görmək olur. Xeyr. Ona görə ən doğru cavabımız elə olacaq B variantı. Çünki əvvəlində də burada da qeyd elədik ki, bu yastı fiqurdur. Bunlar isə həcmli fiqur hesab olunur. Və bir də sizlərə yenə də vizual olaraq biri-birindən fərqləndirmək üçün belə cədvəl üzərində də təqdim elədik ki, müstəvi kağız üzərində olanlardır. Bunlar 2D-dir, yəni burada hündürlük olmur, amma fəza fiqurlarında hündürlük olur. Bunların görünüşü yastıdır vərəq üzərində, fəza fiqurları həcmli də əllə tutmaq olur. Bu dedik 2 ölçülü eyni uzunluğu, bu isə 3 ölçülü eyni uzunluq hündürlükdür. Kvadrat, üçbucaq, dairə hamısını dəftərdə çəkmək olur. Kub, piramida, kürə bunlar isə əldə tutulur. Məsələn, şəkildir, xalça naxışıdır. Bunlar müstəvi gedir, amma qutu, top, misir ehramları bunları isə fəza fiquru adlandırırıq. Əgər video sizlər üçün asan, faydalı oldusa, zəhmət olmasa videonu bəyənək, ətrafımızdakı dostlarımızla paylaşaq, kanala abunə olmayan müəllimlər varsa, kanala abunə olun. Və müəllimlər, əgər sizlərin də çətinlik çəkdiyi, qaranlıq qalan, başa düşmədiyiniz hansısa bir riyaziyyat və ya başqa məşğələlərlə bağlı bölmələr varsa, yorum hissəsinə qeyd eləyin. Vaxt olduqca həmin hissələrlə də bağlı asan video izahlar təqdim eləyəcəm.